Marketlərdə fitness, dietik, sağlam yazısına aldanıb aldığınız məhsullar əslində sizi daha çox kökəldir. Və təəssüf ki, bəziləri hətta orqanizminizi zəhərləyir. Bugün sağlam bildiyimiz ancaq tərkibi kimyəvi qatqı anbarı olan 5 qidanı ifşa edirik. Birincisi hazır meyvə şirələridir. Qutularda olanlar. 100% təbii meyvə şirəsi adlandırılsa belə, onların içərisində liflər ümumiyyətlə yoxdur. Lifsiz meyvə şəkəri birbaşa qaraciyərə gedir və qaraciyərdə piylənməyə səbəb ola bilər. Bir stəkan içəcəyiniz hazır meyvə şirələri sizin qan şəkərinizi qazlı içkilərlə eyni dərəcədə qaldıracaq. İkinci, dietik və fitness barlar. İdmançı qidası kimi təqdim edilən bu məhsulların bir çoxu əslində maskalanmış şirniyyatlardır. Dadı yaxşılaşdırmaq üçün tərkibinə bol miqdarda qarğıdalı şərbəti və süni dadlandırıcılar əlavə edirlər. Üçüncü qidamız isə yağsız yoğurtlardır. Yağı çıxardılmış məhsulun dadı itir və istehsalçılar da bunu bərpa etmək üçün tərkibinə bol miqdarda şəkər və nişastə əlavə edirlər. Nəticədə siz sağlam olan yağdan qaçarkən daha təhlükəli bir gizli şəkər qəbul edirsiniz. Dördüncü məhsulumuz isə səhər yeməkləri kimi istifadə edilən müslilərdir. Tez hazırlanan bu dənli bitki qarışımları çox yüksək emal prosesindən keçirlər. Tərkibindəki dadlandırıcılar və quru meyvələrin tərkibində olan kükürt dioksid mədəmizdə iltihabi prosesləri yarada bilər. Və səhər-səhər bu qidalardan istifadə edib enerjili olmağı hədəflərkən təəssüf ki, daha tez acmağınıza gətirib çıxardır. Beşinci məhsulumuz isə glutensiz atışdırmalıqlardır. Bir qidanın glutensiz olması hələ onun sağlam olması demək deyil. Glutensiz peçenyalarda və çörəklərdə teksturanı saxlamaqdan ötürü daha çox kartof nişastası, düyü unu və şəkərdən istifadə edilir. Bu isə məhsulun qlikemik indeksinin daha yüksək olması və daha tez piylənmə deməkdir. Yəni marketinq hilələrinə inanmayın. Hər bir məhsulun tərkibini diqqətlə oxuyun. Əsl sağlam qida üzərində reklam yazısı olan qida deyil, təbiətdən olduğu kimi gələn qidadır. Bu videonu sağlam qidalandığını düşünən bir dostuna göndər. Bəlkə də onu böyük bir səhvdən qurtaracaqsan. Daha çox bu kimi məlumatları görmək üçün mənim kanalımı izləyib bu videonu like eləyə bilərsiniz. Sağlam qalın.